Hörmətli izləyicilər, A-Marketsdən hər birinizi salamlayırıq. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. Dolar indeksindən başlasaq, bildiyimiz kimi dolar indeksində 21 oktyabrda güclü alış siqnalı yaranmışdı. Belə ki, həmin günün hətta 3-cü müqavimət səviyyəsini qırıb qiymət onun üzərində bağlanmışdı. Həmin tarixdən etibarən müəyyən qədər dolar indeksinin yüksəliş oldu. Sonra 24 oktyabrda inflyasiyanın Amerikada 2,9-dan 3%-ə yüksəlməsindən dolayı kəskin bir eniş olsa da, yenə də dolar indeksi həmin günün birinci dəstək səviyyəsinin üzərində bağlanmış oldu ki, bu da hələ də bazarda alıcıların güclü olduğunu göstərdi və həmin tarixdən etibarən dolar indeksi bir mənada range içərisində ticarət olunur. Dünən etibarı isə, yəni 28 oktyabr tarixində dolar indeksi həmin günün birinci dəstək səviyyəsini bir neçə dəfə test etdi. Hətta ikinci dəstək səviyyəsi olan 98-180 səviyyəsini test etdi. Yenə də qiymət birinci dəstək səviyyəsinin üzərində bağlanmış oldu. Bu da alıcıların nisbətən satıcılardan güclü olduğunu göstərirdi. Bugün etibarilə, hörmətli izləyicilər, Amerikadan ən vacib xəbərlərdən birisi olan federal ehtiyatların faiz dərəcəsi açıqlanacaq və faiz dərəcəsinin 4,25-dən 4%-ə endiriləcəyi proqnoz edilir ki, təbii, əgər faiz dərəcəsi endirilərsə, bu dolar indeksinə aşağı yönlü təzyiq edə bilər. Bugün texniki analiz nöqteyi nəzərindən bugünün birinci dəstək səviyyəsi 98-161 və müqavimət səviyyəsi isə 98-546 dollar səviyyəsidir. Əgər dollar indeksi nə qədər ki bugünün birinci dəstək səviyyəsi olan 98-161 səviyyəsini qırıb onun altında bağlanmazsa, biz hələlik dollar indeksində yüksəlişi gözləyə bilərik. Lakin federal ehtiyatların faiz dərəcəsi ilə bağlı qərarı bazarda böyük volatilliyə səbəb ola bilər və qeyd etdiyimiz kimi, əgər dollar indeksi range qırarsa, yəni ya birinci müqavimət səviyyəsini qırarsa və yaxud da ki, birinci dəstək səviyyəsini qırıb onun altına bağlanarsa, biz artıq növbəti gündə dollar indeksində həmin istiqamətdə əməliyyatları gözləyə bilərik. Yəni, müqavimətin üzərində bağlanarsa alış yönümlü, dəstəyin altında bağlanarsa isə satış yönümlü, belə deyək, ticarət pozisiyalarını gözləyə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyündə də 24 oktyabrda yaranan alış siqnalı hələ də bir mənada dominantdır bazarda. Diqqət etirsəniz, həmin günün birinci müqavimət səviyyəsi qırılmışdı və qiymət bir mənada həmin səviyyənin üzərində bağlanmışdı və həmin tarixdən etibarən avro-dollar valyuta cütlüyünə nisbətən yüksəliş davam edib. Bugün isə avro-dollar bugünün birinci dəstək səviyyəsini test edib 1,16-299 səviyyəsini. Əgər avro-dollar valyuta cütlüyü bu səviyyəni, yəni bugünün birinci dəstək səviyyəsini qırıb onun altına bağlanarsa, biz bir mənada avro-dollar valyuta cütlüyündə aşağı yönlü korreksiyanı proqnoz edə bilərik. Əlavə olaraq, hörmətli izləyicilər, bugün Amerikadan faiz dərəcəsi nə qədər önəm daşıyırsa, eyni zamanda sabahlarım Avropa Mərkəzi Bankı da faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və faiz dərəcəsinin 2,15% dəyişməz olacaq, yəni dəyişməz olaraq saxlanılacağı proqnoz edilir. Əgər Avropa Mərkəzi Bankının faiz qərarında da hər hansı bir dəyişiklik olmazsa, bu bir mənada avro-dollar valyuta cütlüyündə, belə deyək, dollardan, Amerikadan gələn xəbərlərin təsiri ilə əgər bugünün dəstək səviyyəsi qırılıb onun altına bağlanarsa, qeyd etdiyimiz kimi satış yönümlü əməliyyatları gözləyə bilərik. Yox, əgər bugünün birinci müqavimət səviyyəsi olan 1,16-721 səviyyəsi qırılıb onun üzərində bağlanarsa isə alış yönümlü əməliyyatları bir mənada gözləyə və yaxud da ehtimal edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz İngilis funtu və dollar valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyü diqqət etirsəniz 28 oktyabr tarixində həmin günün hətta 3-cü dəstək səviyyəsini belə qırmış oldu və bazar ikinci dəstək səviyyəsinin altında bağlanmış oldu İngilis funtu və dollar valyuta cütlüyü üçün və bu da güclü bazarda satıcıların olduğunu göstərirdi. Bugün də İngilis funtu eniş trendi ilə davam edib və nə qədər ki İngilis funtu dollar valyuta cütlüyü bugünün birinci müqavimət səviyyəsi olan 1,33-451 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz hələlik İngilis funtu və dollar valyuta cütlüyündə aşağı yönlü satış baskısının davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz Yapon yeni və dollar valyuta cütlüyüdür. Yapon yeni və dollar valyuta cütlüyündə də 28 oktyabr tarixində valyuta cütlüyü hətta həmin günün 3-cü dəstək səviyyəsini test edib və 2-ci dəstək səviyyəsi olan
152-207 səviyyəsinin altında bağlanıb və bu da bazarda satıcıların güclü olduğunu göstərir. Bugün etibarilə də hətta diqqət etirsəniz Asiya sessiyasında USD yenə valyuta cütlüyü bugünün birinci dəstək səviyyəsini test edib və bugün ərzində nə qədər ki USD yenə valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 152-747 səviyyəsini qırıb onun üzərində bağlanmazsa biz hələlik USD yenə valyuta cütlüyündə enişin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə hörmətli izləyicilər, sabah Yaponiya Mərkəzi Bankı da faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və faiz dərəcəsinin 0,5%-də saxlanılacağı, yəni dəyişməz olaraq qalacağı proqnoz edilir. Əgər faiz dərəcəsində hər hansı bir dəyişiklik olmazsa, texniki analiz nöqteyi nəzərdən biz hələlik Yapon yeni və dollar valyuta cütlüyündə enişin davam edəcəyini söyləyə bilərik. Lakin Amerikadan federal ehtiyatların faiz dərəcəsi ilə bağlı qərar, xüsusilə USD yenə valyuta cütlüyündə də volatilliyi artıra bilər. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızılda bir mənada 24 oktyabrda başlayan satış siqnalı hələ də dominantdır və diqqət etsəniz 1, 2, 3, 4 gündür ki, qızılda bir mənada satış təzyiqi davam edir və bu əslində qızılda aşağı yönlü bir korreksiyadır. Əgər qızıl nə qədər ki bugünün birinci müqavimət səviyyəsi olan 4018 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz hələlik qızılda aşağı yönlü təzyiqin və yaxud da aşağı yönlü korreksiyanın davam edəcəyini söyləyə bilərik. Lakin günlər üzrə birinci müqavimət səviyyəsi qırılarsa və qiymət onun üzərində bağlanarsa, bu qızılda yenidən alıcıların bazara qayıtdığını göstərən bir işarə ola bilər. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz S&P 500 indeksidir. S&P 500 indeksində 24 oktyabrda güclü bir alış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci və hətta ikinci müqavimət səviyyəsi qırılmışdı və qiymət həmin səviyyənin üzərində bağlanmışdı. Bu da bazarda alıcıların güclü olduğunu göstərdi və həmin tarixdən etibarən 1, 2, 3, 4 gündür ki, S&P 500 indeksi yüksələn trendlə davam edir. Təbii bu yüksəlişə təsir edən faktorlardan birisi Çin və Amerika arasında ticarət sövdələşməsi ilə bağlı müsbət addımların atılmasıdır və eyni zamanda bu həftə ərzində şirkətlərin gəlirlərinin açıqlandığı bir həftə olacaq. Böyük şirkətlərin, həm Apple-ın, həm Tesla-nın, həm Microsoft-un, həm Amazon-un və digər böyük şirkətlərin, yəni Mega 7 şirkətin gəlirləri açıqlanacaq ki, bu tendensiya da bir mənada S&P 500 indeksinin yüksəlişinə müsbət təsir edir. Əlavə olaraq isə investorlar bir mənada federal ehtiyatların faiz dərəcəsini 4,25-dən 4%-ə endirəcəyini və bununla da bazarda likvidliyi artıracağını hesab edirlər, ehtimal edirlər ki, bu da S&P 500 indeksinə yuxarı yönlü dəstək vermiş olur. Əgər bu gün ərzində nə qədər ki S&P 500 indeksi bugünün birinci dəstək səviyyəsi olan 6904 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz hələlik S&P 500 indeksində yüksəlişin davam edəcəyini söyləyə bilərik. Hörmətli izləyicilər, bugün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.